Arşakilər sülaləsinin Atropatilər sülaləsi ilə oxşar, Mehranilər sülaləsi ilə isə fərqli cəhətini müəyyən edin. Baxaq. Sasanilər dövlətinin tərəfində müharibələrdə iştirak etmələri. Atropatilər sülaləsi bu Atropatena dövlətini Atropatdan etibarən idarə edən sülalədir. Eradan əvvəl 321-də hakimiyyətə gəliblər, qeyd eləyək onları. Çünki bu testi yazmaq üçün bizim ehtiyacımız olacaq. 321-də bizim eranın 20-ci ilinə qədər hakimiyyətdə qalıblar. Deməli, bunların mövcudluğu dövründə Sasanilər dövləti yox idi. Ona görə də bununla bu oxşar təşkil edə bilməz. A variantını çıxardırıq. Xristianlığı dövlət dini elan etmələri. Atropatenada, yəni həmin Atropatilər sülaləsinə mənsub hökmdarların içində elə bir hökmdar yoxdur ki, orada xristianlığı dövlət dini elan eləsin. Bu, Albaniya tarixinə aid xüsusiyyətlərdən biridir. Ona görə də bunu da çıxardırıq. Bizans imperiyası ilə diplomatik münasibətlərin olması. Yenə Atropatilər sülaləsinin dövrünə baxırıq. Həmin dövrdə Bizans imperiyası yoxdur. Çünki Bizans imperiyası 395-də qədim Roma imperiyasının parçalanmasından sonra yaranıbdır və hələ də yaranmayıbdır. Bu da bizim cavabımız ola bilməz. Albaniyanın idarə edilməsi. Atropatilər sülaləsi Albaniyanı idarə eləməyibdir. Atropatenanı idarə eləyibdir. Ona görə bu cavabı da çıxırıq. Atropatena ərazilərinin idarə edilməsi. Bax, bu ola bilər. Həm Arşakilər sülaləsi, həm Atropatilər sülaləsi Atropatenada hakimiyyətdə olubdur. Yəni 20-ci ilə qədər Atropatilər, daha sonra 20-ci ildən Atropatena dövlətinin tam olaraq süqut etməsinə qədər 227-ci ilə qədər Arşakilər qeyd eləyək, 20-dən 227-yə qədər Arşakilər sülaləsi tərəfindən idarə olunubdur. Eyni zamanda Mehranilər sülaləsi ilə fərqli cəhətini müəyyən edin deyirsə, Mehranilər şimal bölgəsini idarə etdiyinə görə, bunlar da cənub bölgəsini idarə etdiyinə görə bu fərqli cəhət sayılır. Düzgün cavabımız Y variantı olmalıdır.